Sert atıdadır. Qəşəng, qəşəng. Doğrudan geçeydi. Hı. Vallahi bilmiyorum. Həqiqi, həqiqi. Doğrudan mı? Hı hı. Pişirme ola. Atamın bəhbəhlə yediyi, anamın isə bəyənmədiyi soğan dolmasını hazırlamağa başlayırıq. Yəni hər kəsin öz damaq zövqü var. Ona görə də atam bəyənib, anam bəyənməmiş ola bilər. Soğanlarımızı soyuruq və yarıya kimi kəsirik və qoyuruq biraz pişməyə, suda qaynamağa. Soğanlarımız pişsin, mən isə onun içini hazırlamağa başlayıram. İçi üçün ət lazımdır, soğan lazımdır, göyərti lazımdır və kərə yağı və bir qədər də tomat pastası və biber pastasından əlavə edirik və damaq zövqünüzə görə duz istiot əlavə edib başlayırıq qarışdırmağa. Mən daha sonra soğan dolmasını hazırladıktan sonra evin bütün əhalisinə, yəni evdə olan bacım, qardaşım, gəlinimiz falan hamıya dadına baxdıracağım və Instagram story'də bölüşəcəm hər kəsin fikrini. Instagram səhifəmi isə aşağıda görəcəksiniz. Səhifəmə daxil olub fikirlər maraqlısa baxa bilərsiniz. Soğanlarımız artıq hazırdır. Əgər bir-birindən ayrılırsa, demək ki, artıq hazırdır. Artıq hər şey hazırdır. Buna görə də mən keçirəm dolmaları bükməyə. Bir qədər ət götürürük və soğanın içərisine yerləşdiririk və çox asanlıqla bükmək mümkündür. Bükdükdən sonra hər birini bir-bir büküb qoyuruq. Əvvəlcə boşqaba qoyuram, sonra mən hamısını az elədiyimə görə kiçik tavaya yerləşdirəcəm. Əgər videoma bura qədər baxmısınızsa, çox təşəkkür edirəm öncəliklə. Daha sonra sizdən xahişim bu olacaq ki, səhifəmi takibə alın və mənə dəstək olmağı unutmayın. Artıq dolmalarımızı büküb qurtarırıq. Üzərinə isə mən biraz yağ, biraz su, biraz da tomat qarışdırıb üzərinə tökdüm və artıq dolmalarımız hazırdır. Mən onu deyim ki, dəqiq deyə bilmərəm ki, hamının xoşu gələcək. Yəni hər kəsin damaq zövqü fərqlidir. Video bitdi. Sağ olun. Gələn videolarda görüşərik. Atıdadır. Qəşəng, qəşəng. Doğrudan geçeydi. Hı. Vallahi bilmiyorum. Həqiqi, həqiqi. Doğrudan mı? Hı hı. Pişirme ola. Hı hı.